Belə dostlar, indi artıq düşünürəm ki, keçək təqdimatların özünə. Dediyim kimi, satış driverləri ilk növbədə çıxış edəcək Ramil bəy və onun mövzusu marketinq satışa 360 dərəcə toxunuş, satış driverlərə qədər olan marketinq və satış arasında proseslər barədə bəhs edəcək. Xahişimi alqışlayın, Ramil bəy. Salamlayıram bütün iştirakçıları, həmçinin təşkilatçılara və dəvət üçün SAT qrup rəhbərliyinə və komandasına təşəkkür edirəm. Mən Ramil Ağayev, Araz Supermarketlər şəbəkəsinin marketinq departament müdürü. Amma bura gələnə qədər 12 il bundan öncə mən Veysaloğlu şirkətlər qrupunda kiçik mütəxəssis kimi əmək fəaliyyətinə başlamışam. Mühasibatlıq, maliyyə, satış əməliyyatları, franchising, topdan satış, satın alma və digər strukturlarda çalışmışam. CRM, ən sonda marketinqə gəlmişəm və elə buna görə də satışa 360 dərəcə toxunuş mövzusunu seçmişəm. Çünki biznesin əsas kor, döynən ürəyi olan satışı tək buraxmaq olmaz. Biz 360 dərəcə satışın ətrafında birləşməliyik. Onları bütün silah, sursat, lazımi ləvazimatlarla təchiz etməliyik ki, onlar bizə satışı verə bilsinlər istədiyimiz formatda. Bunun üçün satış ümumiyyətlə hardan başlayır? Hamımız bilirik, satmaq, almaq, amma bunun bir nəzəri əsası var. Mən elə ilk öncə zala sual eləmək istəyirəm ki, bunun bir nəzəri əsası ilə bağlı, terminologiyası ilə bağlı bir fikirlər varmı? Yəni, satış nəyə bərabərdir? Satış nədən formalaşır? Tələb var, başqa fikri olan var, arxadan bir fikir var. Tamam. Burada siz də deyin, zəhmət olmasa. Bu deyilənlər hamısı təbii ki doğrudur, amma bunlar daha çox satışın emosional tərəflərini göstərir. Mən satışın nəzəriyyəsindən başlamaq istəyirəm, teoremindən başlamaq istəyirəm. Satış əslində bərabərdir, müştəri vurulsun səbət ortalaması. Yəni, bizim satış edə bilməyimiz üçün fərqi yoxdur, hansı sektorda biz fəaliyyət göstəririk, hansı məhsulu satırıq və ya hansı xidməti satırıq. Birinci, bizim müştəriyə ehtiyacımız var və özü də çox müştəriyə ehtiyacımız var. Nə qədər çox müştəri, o qədər də çox satış. İkinci, nəyə ehtiyacımız var? Deyək ki, müştərimizi aldıq, qazandıq, müştərimiz var. Lazımdır müştəriyə satacağımız məhsulun dəyəri. Yəni, bizim 100 müştərimiz ola bilər, hər biri 1 manatdan alış-veriş edə bilər. Bu 100 manatlıq bizə dövrəyə gətirər. Amma 50 müştərimiz olar, hər biri 3 manatdan alış-veriş edər, bizə 300 manatlıq dövrəyə gətirmiş olar. Yəni, dolayısıyla bizi satış edə bilməyimiz üçün həm çox müştəri lazımdır, həm də hər bir müştəriyə çox məhsul sata bilməyimiz lazımdır və bu çox önəmlidir. Yaxşı, satışın faktorları nələrdir? Satışı artıran üsullar hansılardır? Bunu çox sadalamaq olar. Mən çalışdım ki, əsas öncəlikləri seçim və daha çox hansını ki, öz biznesimizdə, öz işimizdə, real həyatımızda tətbiq etmişik, hansı ki, bəlkə bir çoxunuz müştəri kimi də bundan heç bəlkə bilmədən faydalanmışsınız, yararlanmışsınız. Birincisi, upsell üsuludur. Yəni, biz müştərinin ehtiyaclarını bilirik, bayaq ehtiyac deyildi, tələb deyildi, tələblərini bilirik. Amma ona necə daha çox məhsul sata bilərik? Məsələn, bu yaxınlarda biz 14 fevral tarixi üçün bir kampaniya düşündük, elə marketing komandası olaraq satışımıza dəstək olmaq məqsədi ilə ki, insanlar bu günlərdə restoranlara gedirlər, sevdikləri insanlarla bir yerdə gününü keçirtmək istəyirlər, amma kimsə bəlkə gedə bilmir, evdə qalacaq, amma evdə də bunu bir bayrama keçirmək imkanı var və biz bu müştərilərimizə təklif etdik ki, steak ala bilərsiniz bizdən, endirimlə və yanında şərab ala bilərsiniz və onu da endirimlə ala bilərsiniz və bunu da daha çox premium kateqoriya məhsuldan seçdik. Yəni, daha yuxarı segmentdə müştəriyə məhsul satmağı təklif etdik və bu kampaniya bizim üçün rəqəm effektində çox uğurlu oldu. İkinci məsələ, trend məhsulu bilmək. Trendə uyğun məhsulu müştəriyə təqdim edə bilmək. Burada, bəli, önəmlidir birinci olmaq, amma birinci olmaqdan daha çox mütləq olmaq önəmlidir. Məsələn,
nümunə Dubai şokoladı. Bilirik ki, bir influencerin sadəcə bir paylaşımı nəticəsində bu məhsul dünyada brend olmağa başladı, trend olmağa başladı və həmçinin bizim də ölkəmizdə və biz də Araz supermarketlər şəbəkəsi olaraq bu trendi qaçıra bilməzdik və bunu mütləq ki, müştərilərimizə təqdim etdik və daha münasib qiymətə təklif etdik müştərilərimizə və bunun da effektini gördük. Növbəti məsələ müştərilərin sadiqliyi və layallığı. Bəs yaxşı, biz müştərini gətirdik, bir dəfə ona məhsul satdıq, bununla iş bitirmi? Xeyr, bitmir. Çünki biz Azərbaycan bazarındayıqsa, Azərbaycan bazarında məhsul satırıqsa, həm məhsulun məhdud hədəf kütləsi var, ölkənin bəlli bir əhalisi var, alış gücü var. Biz istəsək də bizdən asılı olmayan səbəblərdir. Biz müştəri sayını ölkədə artıra bilmərik, potensial müştərilərin sayını artıra bilmərik. Amma mövcud müştəriləri, mövcud insanları daha çox özümüzə bağlayaraq, daha çox sadiqliyini və layallığını qoruyub saxlayaraq, onları hər növbəti gün bizə gəlməyə vadar eləyə bilərik. Və bunun üçün müxtəlif metodlar var, kəşbək kartları deyilir, loyallıq kartları deyilir, amma onların əsas arxasında deyilən ki, məsələlər o bağlılığı yaratmaqdır. Yəni, müştəriyə özəlliyi verməkdir ki, əslində hər bir Araz müştəri kartı hər bir fərdi özəldir. Yəni, o müştəri bizim üçün özəldir, bizim üçün əzizdir və bizim üçün məxsusi bir fərddir. Bu hissi biz ona ötürə bilirik bu loyallıq kartı vasitəsilə. Daha sonra gəlirik satın almadan marketinqə və marketinqdən satışa qədər. Birinci dediyim kimi satış özü-özlüyündə heç nədən baş vermir. Biz satışın əlində silahı, sursatı verməsək, onların sata biləcəyi bir məsələ olmayacaq və sonda da deyəcək ki, satış komandası uğursuzdur, gəlin onun rəhbərini dəyişək və ya kipayəlarını dəyişək. Xeyr, belə deyil. Biz satışı artırmaq üçün nə etdik? Bayaqları Sərvan bəy səhv etmirəmsə, birinci paneldə moderatorumuz dedi, yüksək göydələnlərdə oturmuşuq, isti otaqlarda oturmuşuq, sərin sulardan içirik və yaxşı strategiyalar yazırıq. Sonra da deyirik ki, satış komandası niyə satış artmış? Satış artmayanda sualı satış komandasına veririk, amma artanda deyirik ki, düzgün strategiya yazmışdıq, ona görə biz uğurlu olduq. Xeyr, belə deyil. Məsələ, həyat, reallığın elə özü oradadır. Ərazidədir, müştərinin yanındadır, satıcının yanındadır, kassirin yanındadır. Bəs ora qədər gedən proseslər, birinci, bazarı düzgün analiz etmək, düzgün tələbləri müəyyən etmək, daha sonra tələbə uyğun təklifi formalaşdırmaq və bu prosesə nəzarət etmək. Deyək ki, biz müəyyən elədik ki, hansı məhsulu satacağıq, harada satacağıq, amma o məhsul özü-özlüyündə gəlib rəfə yerləşməyəcək. Biz o prosesi idarə etməliyik ki, məhsul istehsalçıdan istehlakçıya çatacaq qədər bütün prosesi idarə eləyək, tədarük zəncirini quraq və s. Daha sonra kommunikasiyamızı edirik müştərilərimizlə, həmçinin əməkdaşlarımızla ki, biz hansı məhsulu satırıq, harada satırıq, neçəyə satırıq, hansı endirimlərimiz var və s. Bundan sonra gələn müştərilərin məmnuniyyətini qoruyub saxlamağa çalışırıq. Öz satış nöqtələrimizdə. Bu əslində fərqi yoxdur. Yenə deyirəm, biz qida sektorundayıq, ərzaq sektorundayıq. Başqa bir şirkət boya sektorunda ola bilər, tikinti məhsulları sata bilər, dərman ləvazimatları sata bilər, fərq etməz, bank sektorudur və s. Sonunda hamının işi müştəri məmnuniyyətini qoruyub saxlamaqdır. Müştəri məmnuniyyətini qoruyub saxlamaqdır və bu davamlılığı qoruyub saxlamaq lazımdır. Bunun da dediyim kimi yolu müştərinin yanında olmaqdır. Müştərinin özü olmaqdır. Müştərini öz evinin içi kimi qəbul etməkdən keçir bu yol. Yəni, müştəri sadəcə bizim pul qazandığımız, doğru dildə desək, bir mənbə deyil. Müştəri əslində bizim bu günümüzdür, müştəri bizim gələcəyimizdir və bu məntiqlə yanaşanda biz biznesimizin %100 uğurlu olacağına əmin ola bilərik. Türk qardaşlarımızın gözəl bir deyimi var. Eyləm böyükdür söyləm. Mən bunu düşündüm ki, bizim dildə necə ifadə eləyə bilərəm? Hərəkətə keçmək danışmaqdan üstündür. Yəni, biz çox özümüzü reklam edə bilərik, özümüzü tərif edə bilərik, özümüz haqqında xoş sözlər söyləyə bilərik, biznesimiz, müştəri xidmətlərimiz, məmnuniyyətimiz, qiymətlərimiz, keyfiyyətlərimiz. Amma sonunda müştəri bizim mağazada biz danışdığımızın əslini görməsə, tam tərsini görmüş olsa, bu heç də ona satış edə biləcəyimiz anlamına gəlmir. Hətta onu bizdən küstürəcək və növbəti dəfə bizə gəlməməsinə səbəb olacaq və nəinki özünün gəlməməsinə, hətta başqalarının da gəlməməsinə səbəb olacaq ki, bu marka sizi alladır. Onun reklamlarına inanmayın
və boşuna zaman sərf edib o mağazaya getməyin. O, nə bilim, aptekə getməyin, o tikinti materialları satılan mağazaya getməyin. Bunun üçün hər zaman hərəkətimiz, əməlimiz sözümüzdən daha üstün olmalıdır. Buna xahiş edirəm, özəlliklə burada hər kəs satış insanlarıdır, rəhbərlərdir, buna xüsusilə diqqət etsinlər. Yəni, sonra marketingi günahlandırmasınlar ki, reklamı zəif olubdur ona görə. Elə birinci baxmaq lazımdır, orada deyiləni biz orada əməl edirik, yoxsa yox. Amma əməl edilə biləcəyimiz sözü verməyimiz lazımdır. Burada önəmli bir məsələ də marketinq tələb edir, satış əməl edir. Burada çoxsu satış insanlardır, bəlkə bu söz xoşlarına getməyə bilər, amma bu reallıqda belədir. Marketinq strategiyanı yazır, strategiyanı müəyyən edir, hara gedəcəyimizi və necə gedəcəyimizi müəyyən edir. Bəs yaxşı, satışın üzərinə düşən nədir? Satışdan improvizasiya gözlənilmir və istənilmir. Satış komandası, satış insanları yazılan strategiyalara, qoyulan hədəflərə, lazımi əməliyyat standartlarına əməl edərək davam etsələr, əslində o uğura bir mənalı şəkildə çata biləcəklər. Məsələn, mən özümüzdən bir nümunə vermişəm. Biz deyirik ki, marketinq olaraq, əgər kassada 4-cü müştərisinizsə, növbəti kassanın açılmasını tələb edə bilərsiniz. Əgər mənim mağazadakı dəyərli həmkarlarım bu yazılana əməl etmirsə, müştərinin çağırışını eşitmək istəmirsə, mənim onun deməyimin heç bir anlamı qalmır. Mütləqdir ki, onlar mənim deyimimi tamamlasınlar. Və bu zaman əsl uğur olmuş olur. Yoxsa onu orada yazmağın heç bir anlamı və mahiyyəti qalmayacaq. Bundan başqa, deyək ki, biz müştərini mağazaya gətirdik. O müştərini orada saxlamaq üçün yenə böyük yük düşür satış komandasının üzərinə ki, onlar məmnuniyyəti əldə saxlamalıdırlar, müştəriyə istədiyi məhsulu vaxtında təqdim etməlidirlər. Bəs yaxşı, başdan ayağa səliqə olmaq deyəndə nə nəzərdə tutulur? Təkcə təmizlikmi? Xeyr. Təkcə müştəriyə xoş gəlmişsiniz, xoş getmişsiniz, nə istəyirsinizmi? Xeyr. Rəfdə doğru düzgün məhsulun olması, məhsulun qarşısında doğru qiymətin olması, bazara uyğun doğru qiymətin olması, vaxtında, zamanında doğru məhsula, doğru kampanyanın edilməsi, bunlar hamısı başdan ayağa səliqəni yaradır. Yəni, bəzən satış komandası düşünür ki, yalnız mənim mağazam təmizdir, səliqəlidir, müştəriyə xoş gəldim deyəcəm, hər şey əla olacaq. Xeyr, belə dünya yoxdur. Müştəri A-dan Z-yə hər bir şeyi analiz edir. Onun həm zamanı dəyərlidir, həm də ödədiyi maddi pulun bir dəyəri var. Hər bir insan o pulu elə-belədən qazanmır. Təbii ki, əziyyətlə qazanır və xərcləyəndə də həqiqətən də dəyərli məhsula xərcləmək istəyir, dəyərli bir yerdə xərcləmək istəyir. Gələk kommunikasiya məsələsinə 360 dərəcə satışa toxunduğum üçün hissə gedirəm. Biz kommunikasiya deyəndə bəzən qarışdırırıq, ancaq kənar kommunikasiyanı nəzərdə tuturuq, televiziya reklamlarını nəzərdə tuturuq və ya rəqəmsal mediada reklamları nəzərdə tuturuq. Xeyr, biz kommunikasiyanı başlamalıyıq birinci daxildən, daxili müştərilərimizdən. Bəs yaxşı, daxili müştərilərimiz kimdir? Bizim əməkdaşlarımız. Birinci, biz öz əməkdaşlarımızla doğru kommunikasiya yaratmalıyıq. Ümumiyyətlə, şirkətin hədəfləri nədir? Gözləntiləri nədir? Gedəcəyi yol nədir? Bizim müştərimiz kimdir? Biz onlara necə xidmət etməliyik? Hansı standartlarımız var və bunlara necə əməl etməliyik? Birinci, bu öz əməkdaşlarımızla doğru kommunikasiyanı qurandan sonra artıq müştəri ilə kommunikasiyaya başlayırıq. Bəs yaxşı, müştəri ilə kommunikasiyanın ən effektiv yolu nədir? Müxtəlif reklam vasitələrimi? Xeyr. Elə mağazanın özündə, müştərinin gəldiyi yerdə, müştərinin hardakı məhsulu bizdən alır, pulu verir, gedir. Ən doğru kommunikasiya oradadır. Müştəri ilə birəbir təmas, onu hiss eləmək, onu anlamaq, onu başa düşmək və onun reallıqda yanında olmaq. Və biz nə qədər ki, əməkdaşlarımızla doğru kommunikasiya quracaq, onlar da bizim müştərilərimizlə doğru kommunikasiya quracaqlar. Və sonda bir sual var, hansı ki, hər zaman satış və marketinq komandaları bir-biri ilə müzakirə edir şirkətlərdə. Satış düz deyir, marketinq səhv deyir. Marketinq reklamı düzgün eləsəydi, biz belə olmazdıq. Marketinq deyir ki, satış düzgün xidmət eləsəydi, bizim satışımız daha çox olardı. Bu, sizin fikriniz də necədir? Yəni, marketinqmi yoxsa satışmı? Amma ədalətli olaq xahiş edirəm, baxmayaraq ki, satışda işləyirsiniz, reallığı deyin. Yəni, satışda əsas tərəf kimdir? Satışmı yoxsa marketinqmi? Buyurun.
Taraf dediyiniz, yəni qarşı taraf mı? Mən sual verirəm, siz öz fikrinizi deyə bilərsiniz. Mənim fikrim var. Buyurun, arxada xanım cavab vermək istəyir. Tamamilə razıyam sizinlə. Əslində burada önəmli olan doğru hədəflərin qoyulmasıdır. Əgər bizim hədəflərimiz bir olarsa və hər birimiz bir yumruq kimi vahid hədəf uğrunda irəliləyəriksə, uğur bizimlə olar və mən təqdimatımı belə bir deyimlə bitirmək istəyirəm. Marketinq və satış bir olarsa, dağ oynadar yerindən, sizə dağları yerindən oynatmağı arzulayıram. Təşəkkür edirəm Ram bəy. Təşəkkür. Ənənəyə sadiq qalaraq mən bir sual verim sizə. Mən bir introvert insanım. Məsəl üçün, mən arazda o yazını görürəm, amma heç vaxt demərəm də kiməsə ki, 4-cü kasanı açın. Reallıqda bu proses necə baş verir? Həqiqətənmi bu sizə satışlarınızı artırırmı? İnsanlar bunu istəyirlərmi? Bir case olaraq cavab versəniz hələ olardı. Əslində, reallıqda onu ora yazıb vurmağın özü böyük bir cəsarət tələb eləyir. Çünki bizim üçün həqiqətən çətindir onu orada yazmaq və o sözə əməl etmək. Amma sağ olsunlar, reallıqda bizim satış komandamız elə bir idarə etmə sistemində idarə olunurlar ki, onlar ümumiyyətlə gözləmirlər ki, müştəri ondan tələb eləsin. Yanaşmamız belədir ki, ümumiyyətlə biz görürüksə ki, müştəri kassada növbə yaranıb, həmən məsul şəxslər əllərində olan istənilən bir işi buraxıb, həmən növbəti kassanın açılmasına tərəf tələsirlər, nəinki gözləmək ki, müştərilərimiz onlardan tələb eləsin. Tamam, təşəkkür edirəm bəy, alqışlayaq, Çox sağ olun. zəhmət olmasa.